Hamıca salam uşaqlar, kanalıma və videoma xoş gəldiniz. Bugün sizlərlə bir yerdə Misrə gedirik. Ay dayı, çəkin. Heykəllər davam edir. Şarman gətirəndə gəlir. İndi bugün sizlərə sadəcə gediş vlogumu çəkəcəm. Yəni, hava limanına gedəcəyik, təyyarəyə minəcəyik falan, oraya getməyimizi, biraz oranı da çəkib göstərəcəm. Amma gün içində orada olduğum vloqları ayrı-ayrı çəkəcəm. Bu arada Misirdə 10 gün qalacağıq. Yəni, birinci biz Qahirəyə gedəcəyik, paytaxt şəhərə. Sonra da orada 5 gün qalıb deyəsən. Ondan sonra da Şarm el-Şeyxə gedəcəyik. Bir də Misirdən qayıdandan sonra bir yerə daha gedəcəyik, bir ölkəyə daha gedəcəyik. Amma o sürpriz olsun, sonraki videolarda deyərəm onu. Bu arada çolka ilə ilk videomdur bu mənim. Təzə çolka kəsmişəm. Özüm kəsmişəm bu arada, yəni. Microbanks kimi bir şey istəyirdim. Ki, olub da deyəsən Microbanks. Sadəcə biraz əyri görsənir. Neysə, yəni, indi sizə götürdüyüm şeyləri falan göstərəcəm. Bir dənə çamadan götürmüş. Əslində hamımızın bagajı var. Çamadan olaraq. Hamımıza bagaj alınıb biletdə. Sadəcə olaraq bir dənə çamadan götürdük ki, çox yer tutmasın da. Bir də hamımızın bel sumkasını götürmüşük. İçinə əşyalarımızı yerləşdirmişik. Çamadanı yerləşdirməyə o da çətin oldu ki, yəni 4 nəfərin paltarını yerləşdirmək zülüm idi. 2 kilogramla çəkin keçirik, amma inşallah yəni bir problem çıxmaz. İndi birazdan maşın gələcək, çıxmışıq. Belə çantalarımız falan hamısı buradadır. İndi gördüyünüz kimi burada ip asmışam, belə telefonu boynundan keçirmək üçün. Bu da, bilmirəm, videolarda falan görmüşsünüz. Qahirədə, necə deyim, oğurluqlar falandır, belə qadın turistlərin falan da videolarını görürük. Yəni, hamımız ona görə belə iplərə taxmışıq telefonlarımızı ki, video çəkəndə falan, yəni kimsə əlimizdən götürüb aparmasın telefonu. İndi maşınımız gəlib gedirik. İndi gəlib çatmışıq aeroportdayıq gördüyünüz kimi. İçəri girəcəyik birazdan. İndi keçdik, bütün pasport işləmlərini falan bitirdik və indi təyyarəyə doğru gedirik. Bu koridordayıq, təyyarəyə gedirik. Ayaqlarımda oturduq, yemək yedik premium hissəsində və oranı da çəkdiyimsə göstərdim, onu çox danışa bilməm. İndi gəldik, təyyarədəyik. Oturmuşam. Bu qıraqda mən oturmuşam, pəncərədə. O birisi tərəfin qırağında bacım oturmuşam. Çünki 6 nəfər oturmuşam. Yəni, qıraqları oturmuşam. Ayaqlarımızı təyyarəyə minməyimi göstərdim. Amma biz transferlə uçacağıq. Yəni, Pamuk Kayraya uçuruq. Birinci Küveytdən transferlə uçuruq Kayroya. İndi burada gözləyirik. Belə premium olan salonunu gözləyirik biz. Kart alanda girmək olur da, belə yəni sadə ancaq oturub gözləməsəm, içəcəklərdən falan yararlanmaq olur. Böyle bir dənə içəcək götürmüşəm. Bayaqdan baxmışam, bilməm nədir üstündə Lemon Lime Zero Sugar yazıb. Yəqin ki, Sprite kimi bir şeydir. 2 saat belə gözləmə vaxtımız var idi. İndi deyəsən yarım saatımız falan qalıb. Bu arada orada deyə bilmədim. Azərbaycan aeroportunda belə yoxlayırlar üstü. Mənim üstü jaketi falan çıxart deyirlər. Nə bilim, ayaqqabını əgər geçərsə onda çıxart falan deyirlər. Orada qız mənə elə bildi ki, xariciyəm. Mən qayıt dedi ki, jaketi take off-da. Yəni, yandakı Azərbaycan da danışdı. Bildim ki, Azərbaycanlıdır. Siz olaraq mən də ingiliscə danışırdı. Elə bildi, başa düşmürəm. Mən də çox şey eləmədim, bəlli eləmədim. Mən də ingiliscə cavab verdim. Neysə, yəni, indi təyyarəni gözləyirik. Burada həm zaretkaya qoymuşam, həm də içəcəyimi qoymuşam. Yəni, təyyarəni gözləyirik. Yəqin ki, birazdan alacaq. Təyyarəyə gecikirik bu dəqiqə. Çox oturduq orada. Anam gül get çıxdı deyə gecikirik. Bizi gözləyirlərmiş. Soruşdu ki, 6 nəfərsiz. Bax. Neçədədir? Get. Gəl baxmaq istəyirəm. Oturmuşdu şeydə. Pilotun sidenisində oturmuşdu. Düşdük aeroport arasına. Burada aeroportun
girdik şu an. O koridor tüneldən keçirik. Aeroporta gedirik. Çox yorulmuşam, çox uzun çəkdi. Yəni saat geriyə düşdü deyə elə bir çox bəlli olmur. Amma yəni çox uzun çəkdi. Ayaqlarım qırılır. Özümə beynixə çox oturmaqdan. Saçım başıma necə. Evimizə gəldik. Aeroportdan çıxandan çox çəkmədim çünki çox qarma-qarışıq idi. Elə promo taksiyə mindik, otelə gəldik. Yenidən salmışaq var. Dünən biz otelimizə gəldik, yerləşdik aeroportdan çıxandan sonra. 1 saatlıq bir yolumuz vardı. Otelimizə gəldik, çatdıq. Oraları çox çəkmədim çünki çox yorğun idik. Daha yəni biz bura çatdıq elə bir 12-də falan, başı saatından 2 falan eləyirdi. Yəni biz necə çox yorğun idik. Ona görə yəni çəkə bilmədim, dedim səhər çəkərəm. İndi də gəlmişik teras hissəsindəyik. Buradan belə piramidalar görsənir. Amma qabağında belə binalar var. Bir də bura çox köhnə şəhərdir. Bilirsiniz necə? Tam bir şərq üslubunda tikilmiş şəhərdir. Amma çox köhnədir. Də necə deyim? Terasdan gəldim, qayıtdım otağa. Artıq vlogu sonlandırıram. Yolculuq vlogumuz bu qədər idi. Və birazdan indi gəzməyə çıxacağıq, şəhəri gəzməyə gedəcəyik. Və o başqa bir videoda olacaq. Yəni bu günlük bu qədər. Sağ olun.